Dədə-babadan olan bir sildir. Bu elə bir qaynənəmindir. Mən də bura gəlmişəm. Qaynənəm deyir ki, sizin bütün toyları, oğlanlarımın toylarını bununla eləmişəm. Deyirəm, nə yaxşı. Deyir, bala, mən ancaq bununla deyir, uşaqlarımız adını böyütmüşəm. Səhər tezdən gedirik, bu pizəni yığırıq, kanala gedirik. Bunu zəmbil toxumağa görə kanal pizasıdır bu. Kanal pizasından zəmbil toxumaq yaxşı olur. Gedirik, bitirik, zülümlə gedirik, buradan suya giririk. Buralardan fərqi odur ki, bu tez başa gəlir. Tez toxuyursan, bunda gündə 3 dənə toxumaq olur. Həsirdir də bu. Amma o belədir ki, onu gec başa gəlir, səliqə tələb eləyir. Gələn müştəri də deyir ki, mənə elə verməlisən ki, səliqəli olsun ki, mən də onu sata biləm. Yəni, əl sənəti olduğuna bu, amma tez başa gəlir. Bunu tez-tez toxuyub gündə 3 dənə kəsmək olur. Bu pizzadan, lığdan eşmədir. Bir gün qabaqcadan bunu hörürük. Sonra qalırıq, bunu isladırıq. Hazır vəziyyətə gələndən sonra isladırıq. İsladandan sonra başlayırıq bunu dəzgaha qurmağa. Bu bizim silimizdir. Dədə-babadan olan bir sildir. Bu elə bir qaynənəmindir. Mən də bura gəlmişəm. Əvvəl anam da bu işlə məşğul olub. Həmişə mən eşərdim. Anam eləyərdi, toxuyardı. Mən də həmişə deyərdi ki, bala sən eş, mənə köməklik elə. Sonra bura gələndən sonra gəldim. Burada da gördüm ki, qaynənəm bu işlə məşğuldur. O da hələ gəlib burada öyrənib, o da bilmirdi, o da rayon qızıdır. Belə deyim, mən də gəldim, gördüm, dedi, eləyə bilirsən? Dedim, niyə eləyə bilmirəm? Gəldim, mən də bu işlə məşğul oldum. Bu, mənim o əl işimdən, belə deyim də, fərqli bir şeydir. Bundan elə bil eləyirik. Sadəcə 3-4 dənə bundan toxumaq olur gün ərzində. Amma toxuduğumuz zəmbil biraz əziyyətli işdir. Çox zəhmət tələb eləyən işdir. Bundan 3-4 dənə kəsəndə ondan isə 3 günə başa gəlir. Toxuduğumuz zəmbillər. Bu özü pizədir. Pizəni istildən yığıb gətiririk. Orada da bir əziyyət var, vallah. Həqiqətən, mənim qaynənəm deyir ki, sizin bütün toyları, oğlanlarımın toylarını bununla eləmişəm. Deyirəm, nə yaxşı. Deyir, bala, mən ancaq bununla deyir, uşaqlarımız adını böyütmüşəm. Hər il olduğu kimi satış gedir. Hətta xaricə belə alırlar. Bakıda plyajlara alırlar, aparırlar, restoranlara alırlar. Qiymət neçə alır? Qiymət indi hal-hazırda 25 manatdır. Qışda biraz aşağı qiymət düşür. Onda tələbat az olduğuna görə adam var deyir ki, ehtiyacım var, götürür, satır da. Yəni bir 10 manata, 15-ə belə satır. Bunun uzunluğu necədir? Neçə metr olur? 3 metrə yarımdır. 3 metrə yarımdır bunun uzunluğu. Adamlar deyir 2 metrə istəyirəm. Mən 2 metrə toxu. Namaz həsirləri olur 2 metrə, 1 metrə yarım. İndi hər kəsin zövqünə görə toxunur. Hər kəsə nətər istəyir. Müştəri də gəlir, deyir mənə məsəl üçün 50 dənə lazımdır. Toxu, behin verir, gedir, başlanır toxunmağa. Hər səhər çağı dururuq, tezdən durub işlərimizi görüb, sonra otururuq. 3 saata toxuyub qutarıq, axşamacan 3 dənə, 4 dənə. Adam var 4 dənə kəsir, məsələn 3 dənə. Otursun 3 dənə axşamacan toxumaq olur. Qabaqlar nənə baba dövründə anam, indi də gəlmişəm qaynənəm bu işlə məşğuldur.
Bura gələndə pizza ilə 2 il burada məşğul olmuşam. Sonra bizə elə bir məkan var idi, orada getdik, belə şeylər gördüm. Həqiqətən əl işlərim var idi. Getdim orada, daha da qəşəng oldu, yaxşı oldu. Belə papaqdır, zəmbildir, belə şeylər hazırlayıram indi. Pizzanı isladırıq. Bir saat kimi isladırıq bunu. İsladandan sonra başlayırıq toxumağa. Toxuyuruq. Ben toxuyum. Bunu təqribi götürürük. Bunun birinci başından elə bir 3 dənə belə götürmüşük. Dörtgünc formada. Hər cürə götürmək olar. İstərsən yumru götür, istərsən dörd vuran. Bu isə papaqdır da. Birinci bunu başlayırıq. Götürürük. İndi bunun elə bir başlamışam. Sadəcə indi bunun aşağıları elə bir belə deyim də bu formaya gələcək. Heç olmasa bir 3 santi toxumalıyıq bunu. Toxumalıyıq ki, pərpələri belə qalsın da, belə qəşəng görsənsin, belə deyim. Gün şüasın, deyim də, gün şüası üzə düşməsin. Mən bunu indi islatmışam. Elə də çətin deyil. Amma islatmaq vacibdir. Əsas odur ki, islatmaq lazımdır buna. Ən azından islatmalısan ki, işin rahat geçsin. Bunu ekləmə eləyirəm. Bu işlə belə həvəsim çoxdur toxunmaqla əlaqədar. Bu iş həqiqətən ürəyimcə oldu. Toxuduqca bir şey, belə deyim, nəticə qəşəng olanda ürəyim də açılır. Həqiqətən baxıram ona, deyirəm nə gözəl yəni, yaratmışam da. Birdən fikrimə nəsə girir, deyirəm ki, bunu araşdırıram. Birinci YouTube'dan da araşdırıram, internetdən. Sonra da özüm də biraz qatqı eləyirəm. Ondan sonra başlayıram toxumağa. Amma belə əziyyətli işdir də. Çox əziyyətli işdir. Yığmayı çətindir. Yığımı yadı çox çətin olur. Belə desək, bunu satırıq bir 40 manata, papaq 40-a satırıq. Gəlib oftava götürəndə biraz belə deyim də, qiymət aşağı olur. Hə. Ən çox kimlər alır? Ən çox ticarətlə məşğul olanlar. Məsələn, alır dükanlara, aparır. Məsələn, Sədərəkdə var, Lənkəranın özündə var. Gəlirlər, belə deyirlər ki, əl sənətidir də, xoşlara gəlir. Xaricilər üstünlük verir, çox üstünlük verirlər bu işlərə. Bir günə nə qədər əl işiniz olur? Bir günə çox həqiqətən. Mən o çantanı 3 günə başa gəlir. 3 günə səliqə ilə hazırlasın, 3 günə başa gəlir. Səliqə tələb eləyir, zəhmət tələb eləyir. Yəni, belə deyim ki, ay tez bazar, yəni tez bazar alınmır. Biz səhər tezdən gedirik, bu pizzanı yığırıq, kanala gedirik. Bunu zəmbil toxumağa görə kanal pizzasıdır bu. Kanal pizzasından zəmbil toxumaq yaxşı olur. Gedirik, biçirik, zülümlə gedirik, buradan suya giririk, bunu biçirik, axşam çağı maşına vururuq, gətiririk, onunla 3 gün saxlayırıq, saralır, beləncəsini saralır. Bunu 3 gündən sonra səririk, quruduruq, yığırıq. Məsələn, quru yerə qoyuruq, bundan isladırıq, bir gün qalır, səhəri məsələn, başlayırıq, zəmbil toxuyuruq bundan, həsir toxuyuruq bundan. Bununla biz çox işlər görürük. Məsələn, xeyrə gedirik, toy olur, toylara veririk, toxuyandan sonra məsələn, həsir toxuyuruq, toylara gedirik, yemək alırıq. Çox şeylər, işlər görürük. Bu evi mən məsələn, bunu ilə tikmişəm, zülümlə tikmişəm, zülümlə eləmişəm.
Çox zəhmətlə, çox zəhmət gedir də buna, çox zülümlü işdə. Məsələn, kasıbçılığa görə adam gedib, eləyib, gətirib. Sonra da məsələn eləyirdim. Yoldaşım rəhmətə gedəndən sonra da məsələn zülmlə getmişəm, eləmişəm, balalarımı dolandırmaq üçün məsələn eləmişəm. Xeyir, şər, hər şeyi bununla eləyirəm mən.